Mən pasientlərə də hər zaman pəhrizi planlayarkən bunu deyirəm. Misal üçün bizim milli yeməklərdən kələm dolması. Buradan misal çəkəcəm. Siz nə düşünürsünüz deyirəm. İndi bu yazdığım pəhriz siyahısından nə nəticə çıxardınız? Sizcə siz kələm dolmasını yeyə bilərsiniz? Deyirlər ki, yox, olmaz. Niyə? Yağlıdır. Dedim, onu yağlı eləyən şey nədir deyə sual verirəm. Çox əti yağlıdır, üstünə yağı çox qoyuruq. Tamam, bu unsurları çıxartdığımızda biz bu kələm dolmasını nəticə olaraq pəhrizdə yeyə bilmərikmi? Yox, yeyə bilərik doğrudan da. Yəni bizim əslində ana yeməklərimizin, milli mətbəximizin yeməklərinin pəhrizə uyumlu olmadığını bizə düşündürən şey iki vacib unsurdur. Bir, ətin çox yağlı istifadə olunması. Çünki insanlar unudurlar ki, qırmızı ətin görünən yağı var, bir də görünməyən yağ var. O kənarındakı ağ hissələr və ya quyruq deyə özlərinin əlavə içinə qatmağa ehtiyac duyduqları qıymalarda, özəlliklə dolmalarda bunu eləyirlər analarımız. Hissələrdən əlavə ətin özünün də tərkibində bir yağ var. Hansı ki, o qıpqırmızı tam belə, məsələn, can ətindəki kimi görüntü belə olsa, onun tərkibində bir yağ var. O zaten yağdan və sudan ibarətdir. Yəni siz onu tavaya qoyduğunuzda və ya hansı bir qazana qoyduğunuzda o özündən yağ çıxardacaq çölə. Yəni o tamamilə belə qupquru bir şey olmayacaq. Biz bunu unutmuş oluruq.